Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət odur ki, sırf yəni 12-dən nöqtə atış kimi şəxsi inkişaf və planlama. Bəzən olur ki, daxilində bəzi insanların hər hansı bir növ hobbilər, yaxud çox mənfidən kənar müsbət keyfiyyətlər yatıb ki, ona araşdırılmır və üstünü qurtquş basılandan sonra ancaq muzlu əmək haqqında iş düşünür. Amma həmin şəxsi inkişafın üstünə gedib düşsə, bəlkə o muzlu əmək haqqının 3-4 qatını qazana bilər. Və əslində bir də yiyəsizlik sensurası var. Pul yox, adam yox və heç arada düzələ bilmir. Təbii ki, pulla adamla bir dəqiqə gündəmdə qlobal məsələdir. Və yiyəsiz kimi qalırsan ortalıqda. Və sonradan da həmin bir digər bundan əlavəki faktor bu daxildə olan müsbət hobbini ortaya çıxardan rəssamdır, çəkir portretlər. Bədbəxt bunu çək sosial platformaya yerləşdirdi. Bəlkə satış çıxadı orada. Yaxud izlənmə kütləsi. Və nəticədə günü səhər-səhər hər gün o deyir səni söyə-söyə dur buradan işə, oradan təzədən yorğun arğın 400-500-600 manat maaş, ömrü bilada subay öl. Buna bir məsələ deyir, arvad uşaq saxlayırsan sən bu 400-500 manatla. Halbuki həmin çəkilişə sosial platformaya yığılışsaydı, yaxud bir digər başqa özəlliklər, xüsusiyyətlər 2 qatı, 3 qatı, 5 qatı çıxardı oradan. Sadəcə ağılsızlıq və təməldən olaraq keyfiyyətin keyfiyyətsizliyi ilə dəyişilməsi. Üstünə düşməyində belə olur. Müsbət olur, mənfi, yaxşısansa olursansa pis. Çalışın bu kimi keyfiyyətləriniz varsa indidən araşdırın. Çünki yaş getdikcə ayrı-ayrı istiqamətlərə maraq dəyişir. Bu qədər seanslarımıza yəni və onlayn şəkildə həyata keçirək. Qoşulmaq istəyən şəxsi mesaj verməsi məlumat verə bilərlər.